Salam, bugün gəlin çoxlarının adını eşidəndə çəkindiyi, amma əslində düzgün yanaşanda çox güclü bir alət olan Futures ticarəti dünyasına başvuraq. Hazırsınızsa başlayaq. Yəqin ki, bu cümləni siz də eşitmisiniz, elə deyilmi? Bir çoxları üçün futureslər məhz budur. Sürətli, qaçılmaz və acı bir məğlubiyyət. Sanki bir qumar masasıdır. Amma işin yaxşı tərəfi odur ki, bu heç də belə olmaq məcburiyyətində deyil. Məsələ alətin özündə yox, ondan necə istifadə etməyinizdədir. Əgər qaydaları bilsəniz, o zaman bu qorxulu alət sizin üçün inanılmaz bir fürsətə çevrilə bilər. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Planımız çox sadədir. Öncə futureslərin əslində nə olduğunu anlamağa çalışacağıq, sonra onların üstünlüklərindən, interfeysi necə düzgün qurmaqdan, kredit çiyinindən və ən əsası sizi qoruyacaq sadə bir stratejiyadan danışacağıq. Deməli, gəlin ilk bölməmizlə başlayaq. Gəlin futureslərə bir qumar kimi deyil, bir usta əlindəki alət kimi baxaq. Çünki hər şey bizim ona necə yanaşmağımızdan başlayır. Baxın, bu müqayisə əslində hər şeyi izah edir. Təsəvvür edin ki, ilk dəfə idman zalına getmişsiniz. Heç gedib birbaşa 100 kiloluq ştanqın altına girərsiniz? Əlbəttə ki, yox. Çünki nəticəsi ağır zədə olar. Ticarətdə də eyni ilə belədir. Bizim məqsədimiz də o boş qriflə, yəni kiçik, idarə edə biləcəyimiz məbləğlərlə başlayıb texnikamızı mükəmməlləşdirməkdir. Yaxşı, bəs bütün bu riskə dəyərmi? Ümumiyyətlə, niyə kimsə ənənəvi spot ticarət yerinə futures seçsin ki? Gəlin bunun çox maraqlı səbəblərinə baxaq. Futurelerin əslində iki böyük üstünlüyü var. Birincisi, daha az komissiya ödəyirsiniz, bu da uzun müddətdə böyük fərq yaradır. İkincisi isə ən vacibidir, siz təkcə qiymətlər yuxarı qalxanda yox, həm də aşağı düşəndə pul qazana bilərsiniz. Bu, sizə istənilən bazar şəraitinə uyğunlaşmaq üçün fantastik bir çeviklik verir. Və bu, sadəcə söz deyil. Baxın, rəqəmlər özləri danışır. Futureslarda bazar əmrləri üçün komissiya demək olar ki, 2 dəfə azdır. Bu rəqəmlər ilk baxışdan kiçik görünə bilər, amma yüzlərlə əməliyyat etdikdə bu kiçik fərqlər böyük məbləğlərə çevrilir. İndi isə keçirik ən vacib praktik hissəyə. Hələ $1 belə riskə atmadan əvvəl interfeysdə mütləq etməli olduğumuz 3 vacib ayar var. Bunu maşına oturan kimi təhlükəsizlik kəmərini taxmaq kimi düşünün. Bu sizin ilk qorunma xəttinizdir. Bu 3 addımı mütləq yadda saxlayın, hətta bir yerə qeyd edin. Birincisi, marja növünü cross margin edirik. İkincisi, pozisiya rejimini hedge moda keçiririk. Və üçüncüsü, dəyər göstəricisini çaşdırıcı coin miqdarları yerinə aydın şəkildə USDT, yəni dollarla görmək üçün dəyişirik. Bu seçimlərin hər birinin bir məntiqi var. Cross margin sizə daha çox çeviklik verir. Hedge mod, səhv etdiyiniz zaman zərərinizi hedgələmək üçün əks mövqe açmağa imkan tanıyır və burada bir diqqət məqamı var, hətta xəbərdarlıq deyə bilərik. Pozisiyanın ölçüsünü təyin etmək üçün o faiz slayderından qətiyyən istifadə etməyin. Bu, yeni başlayanların bütün pullarını itirməsinə səbəb olan bir nömrəli səhvdir. Və, gəldik futureslərin həm ən cazibədar, həm də ən təhlükəli tərəfinə. Kredit çiyini, yəni leverage. Bu, iki tərəfi də kəsən bir qılınc kimidir. Düzgün istifadə etsəniz, möcüzələr yaradar, səhv etsəniz, bütün depozitinizi məhv edər. Yaxşı, bəs sadə dildə desək, bu nə deməkdir? Bu, bir növ maliyyə super gücüdür. Birja sizə pul borc verir ki, siz daha böyük əməliyyatlar edə biləsiniz. Beləcə, kiçik məbləğlərlə böyük qazanclar əldə etmək potensialınız yaranır. Təsəvvür edək ki, sizin hesabınızda $300 var. Bu, sizin başlanğıc kapitalınızdır. İndi isə kredit çiyninin seyrinə baxın. Siz 100x kredit çiyini ilə cəmi $300 birdən-birə $30.000 bir pozisiya aça bilərsiniz. İnanılmaz səslənir, elə deyilmi? Amma bu sehrin çox qaranlıq bir tərəfi də var. Yaxşı, əgər bu qədər möhtəşəmdirsə, hər kəs kiçik pulla böyük pul qazana bilirsə, anda niyə insanlar bütün pullarını itirir? Sual budur. Çünki risk də eyni dərəcədə böyüyür. Baxın, düstur əslində çox bəsitdir. 100-ü istifadə etdiyiniz kredit çiyninə bölün. Nəticə odur ki, qiymət sizin əksinizə nə qədər hərəkət etsə, bütün pulunuzu itirərsiniz. Cədvələ baxın, 10x kredit çiynində 10%lik bir səhv hərəkət sizi məhv edir. 100x-də isə cəmi 1%lik bir tərs hərəkət və bütün pulunuz bir anda yox olur. Bütün bu qorxulu rəqəmlərdən sonra, gəlin görək bundan necə qoruna bilərik. Bəli, bunun bir yolu var. Cavab isə ən başdakı idman zalı analogiyamıza qayıtmaqdır. Bizə boş qrif metodu lazımdır. Bu, yadda saxlamalı olduğunuz ən vacib qaydadır. Hətta bir yerə böyük hərflərlə yazın. Bir əməliyyata yatırdığınız pul sizin ümumi depozitinizin 5,
Maksimum 10%-ni heç bir zaman keçməməlidir. Bu, sizin əsas təhlükəsizlik kəməriniz, sizin hava yastığınızdır. Gəlin bunu real bir nümunə üzərində görək, çox sadədir. Deyək ki, $300 var, deməli, hər ticarətiniz maksimum $30 olmalıdır. Mənfəəti götürmə, yəni take profit nöqtəsini 5% qazancda, zərəri dayandırma, yəni stop loss nöqtəsini isə 2.5% zərərdə təyin edirsiniz. Bu klassik və effektiv 2-nin 1-ə risk mükafat nisbətidir. İndi isə riyaziyyatına baxaq. Heç də qorxulu deyil. $30 bir pozisiyada uğurlu əməliyyat sizə cəmi $1.50 qazandırır. Bu, ümumi depozitinizin cəmi 0.5%-idir. Bəs uduzsanız, cəmi 75 sent itirirsiniz. Yəni depozitinizin 0.2%-i. Görürsünüz, bir zərərli əməliyyat sizi məhv etmir. Hətta bir neçəsi ardı-ardı olsa belə siz oyunda qalırsınız. Və ən vacib şey unutmayın, məqsəd hər dəfə haqlı çıxmaq, hər əməliyyatda qazanmaq deyil. Bu mümkün deyil. Əsl məqsəd odur ki, zamanla sizin qazanan əməliyyatlarınızın gəliri, itirən əməliyyatlarınızın zərərini üstələsin. Məsələ budur. Beləliklə, hər şeyin sonunda qərar sizindir. Dərhal 100 kiloluq ştanqın altına girib böyük risk almaq, yoxsa boş qriflə başlayıb, texnikanı öyrənib, səbirlə və ağılla düzlənmək. Unutmayın, ticarət sprint yox, marafondur. Ağıllı qaçan qalib gəlir.